Hörmətli xanımlar və cənablar, belə bir vacib toplantını təşkil edənlərə, təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Bir neçə məsələ üzərində öz fikirlərimi çatdırıram. Birincisi, Allah şəhidlərimizə rəhmət eləsin. Onlar əgər şəhidlik zirvəsinə ucalana qədər bir ailənin övladları idisə, onları bir məktəbdə, bir kənddə, rayonda tanıyırdılarsa, bugün şəhidlərimiz bütün millətimizin övladlarıdır. Millətimizin bağrında onların yeri var. Millətimiz və dövlətimiz əbədi olaraq yaşayacaq və şəhidlərimiz də daim yaşayacaq və anılacaqlar. Heç bir zaman da unudulmayacaqlar. Əziz dostlar, bizim min illiklər qədim və zəngin dövlətçilik tariximizdə heç bir zaman belə bir möhtəşəm qələbə olmayıb. Bu qələbəni millətimizə yaşadan tariximizin ən böyük strategi, ən böyük diplomatı, möhtərəm cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti və onun ətrafında sıx birləşən millətimizdir. Bu qələbə bizim millətimizin və dövlətimizin tarixində yeni bir səhifə açdı. Millətimizə başını dik tutaraq yaşamağın düsturunu göstərdi. İkinci toxunacağım məsələ dövlətimizin şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına qayğısı ilə bağlıdır. Dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər şəhid ailələrinə diqqət və qayğı yoxdur. Hörmətli cənab nazirimiz Anar müəllim Əliyev rəqəmlərlə söylədi. Dövlətimiz tək başına heç bir xarici yardım olmadan torpaqlarımızı azad etdi. Millətimiz azad etdi. Heç bir xarici yardım olmadan müharibə başa çatandan dərhal sonra dövlətimiz işğaldan azad edilmiş bütün ərazilərimizdə sıfırdan da aşağı tikinti quruculuq işlərinə başladı. Olubsuz, görübsüz, orada daş üstündə daş qalmayıb. Və dövlətimiz o insanları keçmiş məcburi köçkünlərimizi geri qaytardı. Bu onu göstərir ki, möhtərəm cənab prezidentimizin rəhbərliyi altında bizim dövlətimizin maliyyə, iqtisadi siyasəti çox dəqiq qurulub və mükəmməl də həyata keçirilir. Dövlət büdcəsi hesabına şəhid ailələrinə mənzillərin verilməsi, maşınlarla təmin olunması, şəhid övladlarının təhsil haqlarının ödənilməsi, müharibə veteranlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi, bunlar nəhəng işlərdir. Və bütün bu işlərin içərisində məşğulluq da önəmli yer tutur. Üçüncü toxunacağım məsələ budur. Biz bir millət olaraq çox çalışqanıq. Bizim millətimiz çox zəkalıdır. Çalışqandır. Və mən çox sevindim ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bir il ərzində bizim işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu qədər möhtəşəm işlər həyata keçirib. Bu işlər
davam etdirilməlidir və mən agentliyin rəhbərliyinə bu yolda uğurlar arzulayıram və hesab eləyirəm ki, bizim hər birimiz dəstək olmalıyıq. Əziz dostlar, bütün bunların hamısını dedikdən sonra biz özümüzə bir sual verməliyik. Bu salonda çox dəyərli insanlar oturublar. Biz hansı şəraitdə torpaqlarımızı itirmişdik, hansı şəraitdə torpaqlarımızı azad etdik, geri qaytardıq. Biz bu yaxın tariximizə diqqət yetirib, başlıca bir suala cavab axtarmalıyıq. Bizim dövlətimiz zəif olanda, dövlət hakimiyyəti orqanları arasında ixtilaflar olanda, dövlət rəhbərlərimiz zəif olanda, cəmiyyətimiz, millətimiz dövlət hakimiyyətinin yanında olmayanda biz torpaqlarımızı itirmişdik. Xaos və anarxiya şəraitində torpaqlarımızı itirmişdik. Bir anlıq təsəvvür edin, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan hansı vəziyyətdə ola bilərdi? Bəs biz hansı şəraitdə torpaqlarımızı azad etdik? Qüdrətli dövlət rəhbərimiz olanda, ölkəmizdə sabitlik olanda, güclü dövlət olanda və millətimiz də dövlətimizin yanında olanda. Millət heç bir zaman dövlətin yanında səbəbsiz dayanmaz. Millətimiz gördü ki, 1993-cü ildən bəri yürüdülən siyasət milli dövlət maraqlarımıza cavab verir və həmin siyasət bizi qələbəyə gətirdi. Və çıxaracağımız başlıca yekun ondan ibarətdir ki, millətimizin başını uca edən, onu qələbələrə gətirən siyasət də bundan sonra davam etdirilməlidir. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun.